Bakının müxtəlif ərazilərində qanunsuz tikintilərin sayı durmadan artır. Xüsusilə Nizami rayonu bu baxımdan ön sıralarda yer alır. Son günlərdə Nizami rayonunun Elşən Süleymanov küçəsində iki ayrı obyektin qanunsuz şəkildə inşa edildiyi müşahidə olunub. Yerli sakinlərin sözlərinə görə bu tikintilər müvafiq icazə və sənədlər olmadan aparılır. Maraqlıdır ki, bu proseslər Nizami rayonuna yeni icra başçısı təyin olunan Coşqun Cəbrayılovun fəaliyyətə başlamasından sonra daha da sürətlənib. Xatırladaq ki, Coşqun Cəbrayılov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrı kimi tanınır. Sakinlər və mütəxəssislər narahatlıq ifadə edərək qeyd edirlər ki, qanunsuz tikintilər həm şəhərsalma qaydalarına ziddir, həm də təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Məsələ ilə bağlı aidiyyatı qurumlar isə səssiz qalır. Tribuna Infonun məlumatına görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi eyni zamanda Nizami rayon İcra Hakimiyyətinin mövqeyini işıqlandırmağa hazırıq.